Nasist Almaniyası 2-ci Dünya müharibəsində məğlub olduqdan sonra Life jurnalında 1945-ci ildə maraqlı məqalə dərc edilir. Məqalədə 2-ci Dünya müharibəsi illərində nasistlərin düşmənlərini günəş şüaları ilə məhv etdiyi layihədən bəhs olunurdu. Nasistlər kosmik güzgü adlandırılan süni peyk vasitəsilə Amerika Birləşmiş Ştatlarının şəhərlərini yox etməyi, okean suyunu qaynatmağı planlaşdırırdılar. Bəs nasistlərin günəş silahı necə aşkarlanır? 1945-ci ildə Birləşmiş Ştatlar ordusu Almaniyanın Hillersleben qəsəbəsini ələ keçirir. Bu qəsəbə ən yeni və perspektivli silahların hazırlandığı strateji ərazi idi. Buradakı tədqiqat mərkəzlərində 100-dən çox mühəndis və fizik çalışırdı. Amerikalı hərbçilər gizli laboratoriya ilə birlikdə məxfi sənədləri də ələ keçirirlər. Həmin qovluqlarda günəş silahı haqqında da məlumat var idi. Orada yerin orbitində planetimizdən 8200 kilometr yüksəkdə yerləşdiriləcək və 1,6-3 kilometr diametri olan güzgülərdən ibarət stansiyadan bəhs edilirdi. Hərbi məqsədlə qurulacaq kosmik stansiyanın xidmət müddəti 50-100 il nəzərdə tutulmuşdu. Layihənin reallaşması üçün 15-25 il vaxt tələb olunurdu və işlərə 1945-ci ildə start verilməli idi. Amerikalılar sənədlərlə yanaşı layihədə iştirak edəcək 1100 şəxsi də saxlayırlar. Həmin şəxslər tədqiqatı hərbi məqsədlərlə yox, elektrik enerjisi əldə etmək niyyəti ilə apardıqlarını iddia edirlər. Lakin Amerikalı hərbçilər qəsəbə ətrafında döyüşə hazır 150 ədəd V-2 raketi də aşkarlayırlar. Amerikalılar düşünürdülər ki, bu raketlər vasitəsilə günəş silahı orbitə yerləşdiriləcək. Kosmik stansiyanı yerlə əlaqələndirəcək şifrələnmiş radiosiqnal da yaradılacaq, nəhəng güzgünü hərəkət etdirmək üçün xüsusi mexanizmlər işə salınacaqdı. Layihə üçün yanacağı Hermann Oberth, raketi isə Almaniya raket sənayesinin rəhbəri Werner von Braun hazırlamışdı. Bəs bu layihədə yer alan Hermann Oberth kim idi? Fizik Hermann Oberth 1920-ci illərdə çap edilən Kosmik Uçuşlara Yol kitabının müəllifi idi. Kitabda kosmik güzgü layihəsi haqqında da fikirlər yer alırdı. Fizik bu stansiyanı yerin öyrənilməsi, astronomik rəsədxana və radio ötürücü kimi istifadə etməyi nəzərdə tutmuşdu. Stansiyada 100 metr diametrində çökük güzgünün yerləşdirilməsi planlaşdırılırdı. Alim bu layihədən hərbi məqsədlə istifadənin mümkün olduğunu da qeyd etmişdi. 1929-cu ildə Hermann Oberth kitabdakı planı reallaşdırmağa başlayır. Alim çökük güzgü vasitəsilə gecələr şəhərlərin işıqlandırılması, günəş enerjisi ilə yerdə suyun qızdırılmasını planlaşdırırdı. Oberth düşünürdü ki, bu güzgünün köməyi ilə həm Arktika buzlarını və qarı əritməklə adalarda yaşamaq, həm də yer üzündə havaya nəzarət etmək mümkün olacaq. Lakin nasistlər bu ideyadan hərbi məqsədlə istifadə etmək istəyirdilər. Onlardan bir qrupu Hermann Oberth'in ideyasını inkişaf etdirməyə başlayır.
Lakin bu super silahı hazırlamaq üçün böyük maliyyə vəsaiti və uzun illər lazım idi. Güzgünü fəzaya çıxaracaq raketi də hazırlamaq mümkün olmur. 1990-cı illərdə Rusiyalı alimlər günəş enerjisini yer kürəsinə yönləndirmək üçün Mir kosmik stansiyasına 20 metr diametrində Znamya güzgüsü yerləşdirirlər. Lakin nəhəng güzgü yerdə 5 kilometr diametrində ərazini bir neçə saatlıq işıqlandırdıqdan sonra atmosferdə məhv olur. Günəş enerjisindən silah kimi istifadə ideyası yeni deyildi. Eramızdan əvvəl 214-212-ci illərdə qədim Yunan alimi Arkimedin günəş şüasından silah kimi istifadə etməsi haqqında əfsanələr var. Rəvayətə görə Arkimed cilalanmış misdən hazırlanan çökük güzgülərlə Sirakuz şəhərinə hücum edən Roma donanmasını məhv edib.